Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Astrologiya ilə maraqlanan insanlar üçün diqqət çəkən bir dövr başlayıb. Astroloqların fikrincə yaralı şəfaçı kimi tanınan Xiron uzun müddət qaldığı Qoç bürcünü tərk edərək Buğa bürcünə keçib. Bu keçid iyunun 19-da baş verib və təxminən 7 ildən sonra reallaşan mühüm astroloji hadisə hesab olunur. Astrologiyada Xiron insanın daxili yaralarını, həyat boyu daşıdığı emosional ağrıları və eyni zamanda həmin yaraları sağaltmaq potensialını simvolizə edir. Buna görə də Xironun bürc dəyişməsi bir çox insanın həyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Mütəxəssislərin sözlərinə görə qarşıdakı dövrdə insanlar öz daxili dünyalarına daha dərinə nəzər salacaq, keçmişdə yaşadıkları hadisələri yenidən qiymətləndirəcək və onları geridə qoymaq üçün mühüm addımlar atacaqlar. Bu proses hər kəsə müəyyən dərəcədə təsir etsə də, xüsusilə 4 bürc üçün daha güclü dəyişikliklərin yaşanacağı bildirilir. İlk olaraq Buğa bürcü altında doğulan insanlar üçün yeni mərhələ başlayır. Astroloqlar hesab edirlər ki, Buğalar qarşıdakı dövrdə özlərini daha yaxşı tanımaq imkanı əldə edəcəklər. Uzun müddətdir onları narahat edən daxili qorxular və tərəddüdlər üzə çıxa bilər. Lakin bu vəziyyət mənfi deyil. Əksinə, həmin qorxularla üzləşmək və onları aşmaq üçün əlverişli şərait yaranacaq. Buğalar öz liderlik bacarıqlarını daha açıq şəkildə nümayiş etdirər. Yeni layihələrə başlaya və həyatlarında mühüm qərarlar qəbul edə bilərlər. Özünü ifadə imkanlarının artacağı bu dövrdə qarşıya çıxan fürsətləri düzgün qiymətləndirmək xüsusi əhəmiyyət daşıyacaq. Şir bürcü nümayəndələri üçün isə əsas dəyişikliklər karyera və peşə fəaliyyəti sayəsində müşahidə oluna bilər. Uzun müddət uğursuzluq qorxusu səbəbindən geri çəkilən və ya qərarsız qalan şirlər daha cəsarətli addımlar atmağa başlayacaqlar. Onların məsuliyyət hissi güclənəcək, rəhbərlik qabiliyyətləri ön plana çıxacaq. Astroloqlar bildirirlər ki, bu dövrdə şirlər zəhmətlərinin qarşılığını almaq və ətrafdakılar tərəfindən daha çox qiymətləndirilmə imkanı əldə edə bilərlər. Yeni iş təklifləri, vəzifə yüksəlişləri və peşəkar uğurlar üçün əlverişli şərait formalaşa bilər. Rəbb bürcü altında doğulan insanlar üçün isə münasibətlər mövzusu ön plana çıxacaq. Keçmişdə yaşamış incikliklər, yarımçıq qalmış söhbətlər və etibar problemləri yenidən gündəmə gələ bilər. İlk baxışda bu vəziyyət narahatlıq yaratsa da, astroloqlar bunun müsbət nəticələrə səbəb ola biləcəyini düşünürlər. Çünki həll olunmamış problemlərin üzə çıxması onların aradan qaldırılması üçün imkan yaradır. O prosesdən sonra əqrəblər həm şəxsi münasibətlərdə, həm də dostluq əlaqələrində daha sağlam və etibarlı bağlar qura bilərlər. Dolça bürcü nümayəndələri isə ailə və ev həyatı ilə bağlı mühüm dəyişikliklər hiss edə bilərlər. Keçmişdən gələn emosional yüklər, uşaqlıq dövrü ilə bağlı xatirələr və daxili narahatlıqlar yenidən diqqət mərkəzinə düşə bilər. Astroloqların fikrincə bu mərhələ dolçalara öz daxili dünyaları ilə barışmaq, mənəvi rahatlıq əldə etmək və ailə münasibətlərini gücləndirməyə imkanı verəcək. Onlar yaxın insanlara daha çox diqqət göstərəcək, ailə bağlarını möhkəmləndirəcək və emosional baxımdan daha sabit məziyyətə gələcəklər. Ümumilikdə Xironun Buğa bürcünə keçidi astroloji baxımdan mühüm hadisə hesab olunur.